İflic olan və danışıq qabiliyyətini itirən insanlar üçün maraqlı və xoş xəbərimiz var. Bu və digər xəbərlərdən hali olmaq üçün isə sona qədər bizə baxmağınız lazımdır. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Səhiyyə Nazirliyinin böyük qayıdış layihəsi haqqında ölkədə bilməyən insan yoxdur artıq. Bu dəfə isə oftalmoloqlar Xocalıdadır. İzləyək. Səhiyyə Nazirliyinin oftalmoloji aksiyası Xocalıda. İşğalda azad olunan ərazilərdə böyük qayıdış proqramı çərçivəsində Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 20-21 noyabr tarixlərində Nazirliyin akademik Zərif Əliyev adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası tərəfindən Xocalı rayonunda əhali üçün oftalmoloji tibbi müayinələr aparılıb. 2 günlük müayinələr əsasında vətəndaşlarda quru göz sindromu, allergik konjunktivit, refraksiya patologiyası, miopik astigmatizm və digər xəstəliklər aşkarlanıb. Eyni zamanda göz xəstəlikləri ilə bağlı ümumi monitorinqlər aparılıb və əldə edilən nəticələr müzakirə olunub. Həmçinin ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasiyentlərin akademik Zərif Əliyev adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaradılıb. Tibbi aksiyada ümumilikdə 160-a yaxın sakin oftalmoloji müayinədən keçib. Daha sonra aksiya iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Alimlərin vaksinlərin birbaşa təyinatından əlavə digər xəstəliklərə də müsbət təsir etdiyi ilə bağlı bir sıra tədqiqatlar var. Onlardan biri də növbəti tədqiqatını mütləq izləyin və inanın ki, təəccüblənəcəksiniz. İnsan papilloma virusu peyvəndi xərçəngin qarşısını alır. İnsan papilloma virusuna qarşı peyvəndin uşaqlıq boyunu xərçənginin profilaktikasında yüksək effektivliyini və ciddi yan təsirlərinin olmadığını təsdiqləyən 2 geniş miqyaslı yeni araşdırma dərc edilib. Nüfuzlu qeyri-kommersiya tədqiqat qrupu olan Cochrane peyvənd haqqında ən dolğun məlumatları təqdim edir. Ümumilikdə 132 milyondan çox insanın iştirak etdiyi klinik sınaqları və real həyat şəraitində aparılan araşdırmaları əhatə edən bu təhlil 10 illik mübahisələrə son qoyub. Nəticələrə görə 16 yaş və daha kiçik yaşda peyvənd olunan qızlarda uşaqlıq boynu xərçənginə tutulma riski peyvənd olunmayan qızlara nisbətən 80% azdır. Peyvənd xüsusilə virusa məruz qalmazdan əvvəl, yəni gənc yaşda tətbiq edilərsə, uşaqlıq boynunun və digər toxumaların xərçəngdən əvvəl dəyişikliklərinin də qarşısı alınır. Bu xəbərdən sonra yerdə pul görsəniz də götürməyəcəksiniz, əmin olun. Kimsə zarafat eləmək üçün pula partladan ləvazimatlar birləşdirib. Rusiyalı azyaşlı isə yerdən o pulu götürəndə 4 barmağından olub. Yerdə pul tapdı, barmaqları qopdu. Moskva vilayətinin Krasnogorsk şəhərində azyaşlı uşaq yerə atılmış pulu qaldırmaq istəyərkən ona bərkidilmiş partlayıcı qurğunun işə düşməsi nəticəsində ağır xəsarət alıb. Hadisə şahidi Vladimir Sharupiçin sözlərinə görə uşaq pulu qaldırdığı anda partlayış baş verib. Şahid əvvəlcə ərazidə toplaşan insanları və təcili tibbi yardım maşınını görüb. Yaxınlaşdıqdan sonra yaralı uşağın yerdə uzandığını bildirib. Partlayış nəticəsində uşağın bir neçə barmağı qopub. O hazırda Roşaladına uşaq kliniki mərkəzinə yerləşdirilib. Mediada yayılan görüntülərdə mismarla doldurulmuş, yararsız vəziyyətə düşmüş, özəl hazırlanmış partlayıcı qurğunun hissələri və zədələnmiş 10 rubl pul parçası göstərilib. Hadisənin təfərrüatları araşdırılır, hüquq mühafizə orqanları partlayıcının mənşəyini və ərazidə təhlükə riskinin olub-olmadığını müəyyənləşdirir. Hətta bir siqaret belə ürəyimizi məhv etməyə kifayət edir. Alimlərin yeni araşdırması göstərib ki, gün ərzində çəkilən bircə siqaret ürəyi nə hala salır. Çəkirsinizsə, baxın. Günə bir siqaret də ürəyə zərər verir. PLOS Medicine jurnalında dərc olunan yeni araşdırma siqaret çəkmə intensivliyinin və ondan imtinanın ürək-damar xəstəliklərinin geniş spektrinə necə təsir etdiyini daha ətraflı araşdırıb. 22 prospektiv kohort tədqiqatının məlumatlarının əsasında aparılan bu araşdırmaya 323.826 yetkin daxil edilib. İzlənmə müddəti 20 ilə qədər davam edib. Təhlillər infarkt, insult, ürək çatışmazlığı, qulaqçıqlarının fibrilyasiyası və bütün bu səbəblərdən
yaranan ölüm kimi sağlamlıq göstəricilərini əhatə edib. Hazırda siqaret çəkənlərdə heç vaxt çəkməyənlərlə müqayisədə bütün nəticələr üzrə risk davamlı olaraq daha yüksək olub. Məsələn, hazırda siqaret çəkən qadınlarda ürək-damar xəstəlikləri riski 2 dəfədən çox artıb. Bütün səbəblərdən ölüm riski isə çəkən kişilərdə 117%, qadınlarda isə 143% daha yüksəkdir. Ən kiçik dozada belə gündə cəmi 2-5 siqaret arası çəkənlərdə qulaqçıqların fibrilyasiyası riski 26%, ürək çatışmazlığı riski isə 57% daha yüksək olub. Ürək-damar səbəblərindən ölüm 57%, bütün səbəblərdən ölüm isə 60% artıb. Risk ən çox siqaret çəkmənin ilk 20 ilində kəskin şəkildə artıb. Ekranda gördüyünüz bu balaca bateriyaya bənzər cihaz bilirsinizmi nədir? Bunun sayəsində insanların ağlında düşündüklərini eşitmək olacaq. Deyirlər ki, bunu iflic xəstələri üçün hazırlayırlar və bu cihaz vasitəsilə danışa bilməyən adamların ağlından keçənləri oxuya biləcək və yaxud da demək istədiklərini. Amma ümid edirəm ki, bu cihazı fərqli və düşüncələrini paylaşmaq istəməyən adamlar da istifadə etməyəcəklər. İflic insanlar üçün yeni implant. Amerika Birləşmiş Ştatındakı startap Paradromics beyin kompüter interfeysi sahəsində inqilabi bir addım atıb. Şirkət paraliçli insanların danışıq qabiliyyətini bərpa etmək məqsədi ilə miniatür elektrodları motor korteksinə yerləşdirən implant üzərində işləyir. Bu elektrodlar neyron aktivliyini izləyərək siqnalları xarici modula ötürür. Orada süni intellekt alqoritmləri həmin siqnalları mətnə və ya sintetik danışığa çevirir. Tədqiqatçılar kiçik könüllü qrupu ilə başlayır. İştirakçılara cihaza uyğun olaraq implant qoyulacaq və onlar sadəcə düşündükləri cümlələri ifadə edəcək. Sistem neyron modelləri öyrədərək onların beyin fəaliyyətinə əsaslanan fərdi nümunələr quracaq. Eyni zamanda alimlər cihazın hərəkət siqnallarını da tanıyıb kompüterin kursoru və digər vasitələr üzərində idarə imkanını araşdıracaqlar. Belə bir texnologiya paraliç səbəbindən dil qabiliyyətini itirmiş insanların həyatında dönüş nöqtəsi ola bilər. Paradromics'in implantı insanların düşüncələrini real vaxtda danışığa çevirmək üçün nəzərdə tutulub. Menopauza dövrünə girmiş, yəni 40-45 yaşından sonra qadınların müəyyən müalicələr almağı lazımdır ki, həyatdan əllərini üzməsinlər. Amma alimlər tamam fərqli və daha ucuz, sərfəli bir forma təqdim edirlər. Bu nədir? İndi izləyəndə biləcəksiniz. Masturbasiya qadınların əhval-ruhiyyəsi və yuxu keyfiyyətini yaxşılaşdırır. Xüsusilə menopauza dövründə olan qadınlardan ibarət tədqiqat bunu göstərib. 40-65 yaş arası 1178 qadın üzərində aparılan sorğuda qadınların təxminən 5də biri masturbasiya sayəsində simptomların yüngülləşdiyini bildirib. Ən çox təsir yuxu problemləri və əhval-ruhiyyə dəyişikliklərində müşahidə olunub. Respondentlərin yarısı həkim tövsiyəsi ilə bu metodu sınamağa hazır olduğunu bildirib. Tədqiqatçılar vurğulayır ki, hormon əvəzləmə terapiyası menopozda ən çox istifadə edilən üsul olsa da, masturbasiya az riskli, əlçatan və effektli alternativ olaraq nəzərə alınmalıdır. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tip xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.